26 noyabrda axşam saatlarında Goranboy rayonunun Cəfər Cabbarlı küçəsində yerləşən və bir neçə gün öncə mənzillərində döşəməsi çökən 5 mərtəbəli binanın 5-ci bloku tamamilə çöküb. Sakinlər əvvəlcədən binadan təxliyə olunduqları üçün xəsarət alan olmayıb. Bununla bağlı əməkdaşlarımız yenidən həmin ərazidə olub. Sakinləri dinləyiblər. Sakinlər o dəhşətli anları bir daha yada salıb və problemin həlli ilə bağlı rəsmi şəkildə onlara söylənilən fikirləri bölüşüblər. Böyük səslənmə oldu. Tez qaçdım qapıya, qapı bağlı nəvələrimlə birlikdə. Qapını aça bilmirdik. Qapını açsaq da pilləkənlərin hamısı uçdu. Hamıza dedilər ki, narahat olmayın. 3 manat təmin eləyəcəyik. Evlənmi, nəyləmi təmin eləsinlər, köçsünlər. Fövqəladə Hallar Nazirliyinə də çox təşəkkür edirik. Bütün işçi qüvvəsi ilə hər birimizə köməklik elədilər. Malımızı, mülkümüzü təxliyə eləməyə də bizə köməklik elədilər. Bundan da yaxşı bizə gözəl bir bina ilə tikib bizi təmin eləyəcəklər. Söz də veriblər, inanırıq buna. Qeyd edək ki, hadisə yerində operativ qaydada fasiləsiz nəzarət və təhlükəsizlik tədbirləri görülür. Sakinlərin müvəqqəti kirayə mənzillərlə, eləcə də zəruri ehtiyaclarının təmin olunması ilə bağlı müvafiq qurumlar tərəfindən lazımi addımlar atılır. Axşam saatlarında rayon icra hakimiyyəti, rayon polis şöbəsi və Fövqəladalar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində çalışır və bina sizin də gördüyünüz kimi Fövqəladalar Nazirliyi tərəfindən leytlə hasarlanmışdır və mühafizə tam təmin olunur. Bina sakinlərinin və kənar şəxslərin binaya girişi tamamilə məhdudlaşdırılmışdır. Hazırda da Çintiyə Dövlət Nəzarəti müfəttişliyi yerdə müayinə aparılır və buna veriləcək rəyə əsasən yekun qərar qəbul olunacaqdır. Amma binanın sökülməsi məsələsi tam olaraq qəti kəsilmişdir. Əlavə məlumat üçün bildirim ki, həmin binanın yaxınlığında olan Cəfər Cabbarlı küçəsi 6 ünvanında yerləşən 2 mərtəbəli 16 mənzilli yaşayış binasının da baxış keçirilən zaman qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilmişdir və həmin binanın da gələcəkdə sökülülüb, yeni binanın tikintisi ilə bağlı işlər planlaşdırılır. Hazırda yaradılan operativ qərargahın komissiyası tərəfindən ərazidə aidiyyəti üzrə işlər görülür, fasiləsiz xidmət aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Goranboy.